Əziz xalqım, bu mübarək Ramazan bayramı ilə hamınızı təbrik edirəm. Tutduğunuz oruclar, etdiyiniz dualar inşallah qəbul olsun. İlahi amin. Və bax, bugünkü günə görə heç bunu bilirdinizmi? Bir video çəkirik ki, bizim hamımızın sevdiyi xurmadan bəhs olunacaq. Xurma elmi dili daktilios deməkdir. Yunanlar isə xurmanı həmişə tanrıların meyvəsi belə adlandırırlar. Yunan dilində isə birbaşa tərcüməsi isə barmaq belə meyvəsi kimi də tərcümə olunurdu. Lakin ərəblər isə xurma ağacının özünə belə həyat belə ağacı da deyilmişdi. İlk dəfə isə xurma eramızdan əvvəl 7000 il bundan qabaq Hind vadisi sivilizasiyası deyilən bir yer var. İndiki Pakistan ərazisini, Afqanistan ərazisini əhatə edən bir ərazidə ilk xurma orada tapılmışdır və onu da qeyd edeyim ki, o da köhnə İpək yolunun üstündə idi deyə və gedən orada tacirlər onu daima alıb dünyanın həm şərqə, həm qərbə, yaxın şərqə belə onu daşıyıb dünyaya yaymışdılar. Qədim Misirləri isə həmin bizim bu sevdiyimiz xurmadan şərab belə düzəldilmişdir. Nəinki şərab, sirkə belə düzəldilmişdir. Hətta qədim Misirlər xurmanın şirniyyatından istifadə edib orada o vaxtki şirin çörəklər və şirin tortlar belə istehsal edə bilmişdir. Xurma ağaclarından da belə hətta qab-qacaq kimi də belə hazırlamasında istifadə olunurmuş. Hətta belə bir rəvayət də var ki, bu inanıram ki, bu düz bir şeydir. Tək bir xurma və suyu ilə insan bədəni bir neçə il belə yaşaya bilər. Və 2008-2020-ci ildə İsrail alimləri 1900 il bundan qabaq tapılmış xurma toxumundan xurma ağacı tindi yetişdirməyə bacarmışdılar. Və onu etdikdə onun genotipi ona gətirib çıxartmışdı ki, hətta belə eramızdan əvvəl bir çoxa yəhudilər bu işlə özləri belə məşğul olurmuşlar. Qeyd elədiyim kimi, İpək yolu ilə bütün dünyaya yayılmışdı. Lakin 18-ci əsrdə isə xurma belə hətta Amerika Birləşmiş Ştatlarına, yəni Amerika qitələrindən Meksika, Kaliforniya kimi gedib çıxa bilmişdir. Xurmanın dünyada 3 cür məşhur növü var ki, Beglet Nur, Medjul və həmçinin Maserati deməəsində Maserati, Mafazatidir ki, bunlar bu 3 növü dünyada çox yayılmışdır. Xurmanın bir çox xeyirli var. Vitamin A, B, C ilə doludur, zəngindir. Kalium həddindən artıq çoxdur. Xurma ağacının hündürlüyü isə 5-20 metr arasında belə dəyişə bilər. Azərbaycanda xurma Zaqatala, Qax, Masallı, Lənkəran zonalarında yetişdirilir. Bizim hamımızın sevdiyi xurma növlərindən də biri bizim Karalyokdur ki və Qafqaz xurmasıdır ki, burada da çox yayılmışdır. Hacıya və şokolad xurması növü də Azərbaycan ərazisində çox yayılmışdır. Dünyada isə ən bahalı xurma növləri onların yetişdirmə üsuluna görə çox bahalı sayılır. Bunlar Saijo, Fuyu, Haciya və Sharon xurma növüdür ki, bunlar çox yayılmışdır və çox bahadır. Onu da qeyd edim ki, xurmanın növü dünya üzrə 500-ə yaxın növü vardır. Xurma ağacı isə çox dözümlü və bərk ağacdır deyə. Və onu da qeyd edim ki, xurma ağacını əkdikdə 100-120 il boyu xurma verib, bar verməyə məhsuldar bir ağacdır. Xurmanın digər növləri isə dünyaca yayılmışları Medzun, Beglet Nur, Zahidi, Baxvari, Xaladi, Xadbari və s. laxırdır ki, bunlar dünyada çox yayılmışdır. Xurma kultivar olaraq 3 qrupa bölünür: yumşaq, yarı yumşaq və quru. Bildiyimiz kimi yumşaq həmişə məcul xurma növləridir ki, bunlar dünyada çox yayılmışdır. Həmçinin bəhri və halavi, quru isə İraq dəyəri, Əlcəzair deqri nuri və ərəb zahidi kimi çox dünyaya yayılmışdır. Və quru isə turi xurma növüdür ki, bunlar da dünyada çox yayılıb və səs salmışdır. Bunu da qeyd eləmək istəyirəm ki, sallallahu aleyhi ve sellem bizim Peyğəmbərimizin ən sevdiyi xurma növü Mədinədə yetişdiyi ayva xurma növüdür ki, bu da dünyada çox tanınmışdır. Bütün oruclarımız və dualarımız qəbul olsun. Bizi izləməyə davam edəsiniz.